Dünyada ən bahalı mənzillər Monakoda yerləşir. 1 kvadrat metri 38.800 dollar. Müqayisə üçün deyək ki, New Yorkda bu 27.500 dollardır. Londonda 24.000, Parisdə 20.400, Los Angeles'də bu 17.500. Müqayisə üçün deyək ki, Bakıda bunun təxminən olacaqdır. Hardasa 2500-3000 dollar 1 kvadrat metrinə görə. Ümumiyyətlə, Monako dünyada birinci yerdədir. Əhalisinin sayına görə cəmi 38.000 insan yaşayır burada. Onların da təxminən bir hissəsi fransızlar, italyanlar və digər millətlər. Ümumdaxili məhsula görə də Monako dünyada birinci yerlərdə tutur. Yəni bu ölkədə kasıb yoxdur. Kasıb yoxdur. Və bura konstitusiya monarxiyası üsulu ilə idarə olunur. Yəni burada prezident seçkiləri, yəni parlament belə şey yoxdur. Buranı monarxiyadır, yəni buranı knyaz idarə edir.